Bismillahirrahmanirrahim və bihi nəstəin innehu xayrun nasirin və muin. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz yenə də mürəkkəb, cəhl və şək-şübhə haqqında olacaq inşallah. Yadınızdadırsa, ötən verilişimizdə mürəkkəb cəhl haqqında bəzi nöqtələri qeyd etdik. Bugün isə şək-şübhə haqqında söhbət edəcəyik. Bunu da qeyd edeyim ki, şək-şübhə özü də iki qismə bölünür. Biri etiqadi məsələlərdə olan şək-şübhədir, yəni imanla bağlı. Digəri isə əməldir, yəni ibadətlə bağlı olan şək-şübhələrdir ki, biz bu günləri Allahın izni ilə etiqad, yəni imanla bağlı olan şək-şübhə haqqında danışacağıq. Baxın, əziz izləyicilər, ağıl qüvvəsi ilə bağlı olan başqa bir qəbahət isə insanın hər bir məsələdə şək etməsidir, şək-şübhəyə düşməsidir. Bu o deməkdir ki, insan haqla batili, səhvlə düzü ayırd eləyə bilmir, seçə bilmir. Və şək-şübhə əgər imanla bağlı, yəni etiqadi məsələlərlə bağlı olarsa, bu zaman insanın bədbəxt olmasına gətirib çıxardar. Diqqət eləyin, hətta hədislərdə də qeyd olunur ki, şübhəli halda vəfat edən şəxs küfr halında vəfat edən şəxs kimidir. Yəni necə? Allah uzaq eləsin. Məsələn, fərz eləyin ki, bir insan Allah Taala'nın varlığına şəkk eləsə və yaxud da ki, qiyamətin olmasına, cənnət, cəhənnəmə və s. bu kimi digər məsələlərə şək-şübhə ilə yanaşsa və bu halda dünyasını dəyişsə, sanki necə ölür? Küfr halında ölmüş bir şəxs kimi olar. Allah uzaq eləsin. Buna görə də bu məsələyə diqqət etmək lazımdır və tez bir zamanda şək-şübhəni aradan qaldıraraq yəqinə çatmaq lazımdır etiqadi məsələlərdə. Bunun çıxış yolu isə nədir? Budur ki, misal üçün şək eləyən bir insan hər hansısa bir məsələ barəsində iki tərəfdən hansının haqq olmasında şübhəli qalıbdır. Bilmir hansı tərəf haqdır. Yəni iki tərəfdən hansının haqq olmasına yəqini yoxdur. Şək-şübhə ilə yanaşır. Belə bir şəxs ilk öncə bunu gərək başa düşə, dərk eləyə ki, iki tərəfin hər ikisi də haqq ola bilməz. Yəni fərz edin ki, iki dəstə, ya iki qoşun və ya iki nəfər qarşı-qarşıya gəlirsə, bunların hər ikisi də haqq ola bilməz. Haqq yalnız bir tərəfdədir. Gərək insan bunu ilk öncə dərk eləyə və bunu biləndən sonra lazım olan dəlil, sübutları gətirməklə haqqı tapa, yəni şək-şübhəni aradan qaldıra, yəqinə çata. Əgər belə bir şəxs, fərz edin ki, dəlil, sübut da gətiriləndən sonra yenə də yəqinə çata bilməsə, şək-şübhədə qalsa, o zaman indi qeyd edəcəyimiz bu bir neçə dənə məsələyə riayət etsin. Bunların birincisi budur ki, ibadət və Quran oxumaqla məşğul olaraq ayə və hədislərin mənasını başa düşməyə çalışsın. Yəni, bu insan ixlasla ibadət eləsin, Qur'an-ı Kərim, səhih hədislərin məzmununu diqqətlə oxuyub mütaliə eləməklə haqqı, həqiqəti tapa bilər. Çünki Qur'an-ı Kərim özü haqqın mənbəyidir və səhih hədisləri də oxumaqla insan eləyə bilər ki, haqla batili seçə bilsin. İkinci məsələ budur ki, təqvalılarla çox ünsiyyətdə olsun. Bunun özü də çox təsirli bir məsələdir ki, İnsan təqvalı, mömin insanlarla rabitədə olsa, onlarla oturub dursa, istər-istəməz onların haqq yolda olması, onların düzgün təfəkkürü, düşüncəsi bunlara da təsir edər və haqqı tapmaqda bu insana kömək edər inşallah. Və üçüncü məsələ budur ki, Allah Taala'nın dərgahından yardım diləsin ki, qoy bunun nəticəsində şək-şübhədən uzaq olsun və insan həqiqətən çıxılmaz vəziyyətdə qalanda gərək Allahdan kömək istəsin, Allahdan yardım diləsin ki, Allah Taala da ona bir furqan, yəni haqla batili ayırd etmək qabiliyyəti versin ki, insan belə vəziyyətlərdə
haqla batili seçə bilsin, səhvə yol verməsin. Baxın dəyərli izləyicilər, hətta diqqət eləyin, şəkk eləyən insan ki, məsələn, şəkkə düçar olub, əgər bunun şəkk elədiyi məsələ hətta iman və etiqadi məsələlərlə bağlı olmasa da belə, diqqət eləyin, hər bir halda şəkk olan yerdə yəqin ola bilməz. Halbuki kamalın nişanəsi yəqindir. Yəni, əgər bir insan istəyirsə ki, hər hansısa bir məsələdə kamala çatsın, bu şəxs ilk öncə həmin məsələdə yəqinə çatmalıdır. Əgər bir insan bir məsələdə yəqinə çata bilməsə, o mövzuda ya o hər hansısa bir mətləbdə necə kamala çata bilər? İlk öncə insan yəqin eləməlidir hər hansısa bir məsələdə, məxsusən də dini və etiqadi məsələlərdə. Ondan sonra Allahın lütfü inayəti ilə yavaş-yavaş kamala doğru irəliləyə bilər. Allahdan istəyirəm ki, bizləri yəqin əhlindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.